Rusya təəssüflər olsun ki, Rusiya-Ukrayna müharibəsində bu ilin sonuna doğru nisbi sabitlik və eyni zamanda münasibətlərdə düzəlməklə bağlı olan ümidlər puça çıxıbdır və artıq Ukrayna tərəfindən müxtəlif analitiklərin açıqlamaları da onu göstərir ki, indiki məqamda Rusiya ilə hansısa bir müsbət tonda danışıqlar demək olar ki, mümkün deyil. Təbii ki, bunun ən böyük səbəblərindən biri bugün mən hesab edirəm ki, Ukraynanın ərazi bütövlüyü ilə bağlı məsələlərdə Rusiyanın hələ də beynəlxalq hüququn normalarına əməl etmək istəməməsi dayanır və faktiki olaraq silahın yerə qoyulması, döyüş əməliyyatlarının dayandırılması və münasibətlərin bundan sonraki inkişafı üçün birinci növbədə müharibəni başladan, Ukraynanın ərazilərini işğal edən tərəf məsuliyyət daşıyır. Amma təəssüflər olsun ki, danışıqlar prosesində hansısa bir yekun nəticə əldə edilmədi. Sonuncu olaraq Alyaskada Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trumpla Rusiya rəhbəri arasındakı görüşdə də hansısa müsbət yönlü bir nəticə əldə edilmədi və əlbəttə ki, Rusif bəy, danışıqlarda nəticə əldə edilmədikcə Rusiyanın aqressiyası daha da artır və artıq Rusiyanın müxtəlif Ukrayna regionlarına hücumlar həyata keçirməsi bu müharibədə barışla bağlı Rusiyanın hələ ki hansısa vizyonu üstlənmək istəmədiyini göstərir. Baxmayaraq ki, Qərb tərəfindən Rusiyaya qarşı sanksiyalar artırılıbdır. Eyni zamanda müəyyən təzyiq elementlərindən bəhs edilir. Amma buna baxmayaraq ortada yekun bir nəticə əldə edilmir. Çünki Rusiya danışıqlar prosesində Ukraynanın əsla qəbul etməyəcəyi tələblər irəli sürür Ukrayna qarşısında. Bu tələblərin də ən ağla sığmazlığının içərisində xüsusi olaraq Ukraynanın işğal edilmiş ərazilərindən Ukraynanın imtinası ilə bağlı tələblər yəqin ki var. Yəni bunu müxtəlif formalarda bəzi Rusiyalı rəsmilər də açıqlayıblar. Və təbii ki, belə olan təqdirdə əlbəttə ki, biz hansısa bir sakitliyə xidmət edən bir atəşkəs sazişinin imzalanmasını görə bilməyəcəyik. Çünki Ukrayna bu günə qədər müqavimət göstərib işğala qarşı öz ərazilərinin tamlığı, bütövlüyü və beynəlxalq hüquq tərəfindən tanınan hüquqları ilə bağlı mübarizə aparıbdır. Və bu gün Ukraynadan absurd bir şəkildə tutulan ərazilərdən imtina ilə bağlı tələbləri irəli sürmək qəbul edilməzdir və Ukraynada heç vaxt buna gedəcək heç bir hakimiyyət olmayacaq və təbii ki, bu müharibədə işğala qarşı duruş gətirən Zelenski və onun komandasından da bu günə qədər Rusiya tərəfindən tutulmuş ərazilərdən imtinanı ağla gətirmək, mən hesab edirəm ki, bunun özü də yəni qəbul edilən bir şey deyil. Güya Rusiya tərəfi bilmirmi ki, Zelenski və yaxud da Ukrayna siyasi hərbi rəhbərliyində kimsə Rusiya tərəfindən tutulmuş ərazilərdən imtina edəsi deyil. Biz görürük ki, bu fonda da artıq müharibə prosesinin nəinki dayanmağı ilə bağlı, əksinə müharibənin əvvəlki dövrdə sərt qarşıdurma fonunda biz davam etdiyini görürük. Yəni, bəlkə də gözləmək olar da ki, bu danışıqlarla bağlı ümidlərin və yaxud da ümumiyyətlə hansısa növbəti raundlarda Rusiya və Ukraynalı rəsmilər arasında Türkiyədəki kimi görüşlərin keçiriləcəyi ilə bağlı şayələrin gəzdiyi bir dövrdə müəyyən qədər bir dayanma olar, amma Rusiyanın Ukrayna ərazilərinə hücumlarından biz onu görürük ki, hansısa bir dayanma niyyəti yoxdur. Bilirsiniz ki, bu yaxınlarda mətbuatda belə bir, beynəlxalq mətbuatda belə bir məlumat yayılmışdı ki, yaxın zamanlarda Macaristanda ABŞ rəhbərliyi ilə Rusiya arasında bir görüş keçirilə bilər, amma sonra o görüş baş tutmadı. Bununla bağlı sözün açığı heç Amerika tərəfindən də hansısa bir normal açıqlama yayılmadı. Ola bilsin bir nəbz yoxlaması olub, ola bilsin doğrudan da Macaristanda, Amerika və Rusiya arasında müəyyən danışıqlar planlaşdırılıb, amma son dəqiqədə bundan imtina edilibdir. Bundan imtina edən tərəfin də kim olduğu dəqiq bəlli deyil. Böyük ehtimalla yəqin ki, yenə bu danışıqlar prosesini pozan Rusiya olubdur. Amma hər bir halda bugün dünyanın gözü qarşısında Ukraynanın torpaqları işğal olunubdur. Eyni formada bu müharibənin dayanması ilə bağlı təəssüflər olsun ki, ortaya qlobal iradə qoyulmur. Doğrudan da Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump çox çalışır ki, Rusiya-Ukrayna müharibəsi dayansın. Bilirsiniz ki, Amerika ilə Ukrayna arasında Ukraynanın faydalı yataqlarının və eyni zamanda Amerikadakı hibrid sənaye üçün önəmli olan batareyaların o
mahiyyətində, mənbəyində dayanan lityum və sair kimyəvi maddələrlə bağlı bir müqavilə imzalanıb, amma bu müqavilə də praktik olaraq həyata keçirilə bilmir. Çünki Ukrayna ərazilərinə hücumlar edilir, aktiv müharibə şəraiti davam edir. Təbii ki, burada Avropa İttifaqının içərisində bəzi qərb ölkələrinin bugün Amerika ilə yekdil mövqeyə gələ bilməməsi, Donald Trump'ın qlobal barışdırıcı missiyadakı səylərinə və qətiyyətli addımlarına dəstək olmaması Avropa İttifaqının ümumiyyətlə Amerika ilə müəyyən bir həmrəyliyə gəlməkdə öz egolarını yenib addımlar atmaması da Rusiyanın bu aqressivliyini daha da artırır. Bu günə qədər Avropa İttifaqı Amerikanın qlobal sülhlə bağlı çağırışlarına tamlıqla dəstək olsaydı, mən hesab edirəm ki, bəlkə də vəziyyət başqa cür olardı və ən azından siz Rusiyaya qarşı təkcə iqtisadi sanksiyalarla onun hücumlarının qarşısını almaq çox çətin görünür. Bu baxımdan da artıq mən hesab edirəm ki, daha sərt diplomatik ritorikadan istifadə etmək lazımdır və görünən hadisələr onu göstərir ki, nəinki 2025-ci ilin sonuna doğru Rusiya-Ukrayna müharibəsində müəyyən bir səngimə və aktiv döyüş əməliyyatlarının passivləşməsi müşahidə ediləcək. Əksinə, biz artıq Rusiya hücumlarının sayının daha da artdığını görürük. Təəssüflər olsun ki, Ukrayna əraziləri hələ də işğal altındadır. Təəssüflər olsun ki, beynəlxalq hüquq təmin edilmir və təəssüflər olsun ki, burada da özellikle Avropa İttifaqının üzvü olan bəzi Qərbi Avropa ölkələrinin egoları Amerikanın siyasətinə qarşı çıxmaq üçün bu məsələdə də hansısa bir yekdil addım ata bilməməsi nəticədə burada o Rusiya-Ukrayna müharibəsində bizim gözlədiyimiz o pozitiv nəticəni ortaya çıxarmır. Bu müharibə tərəyi ilkin başlayanda deməli Rusiya mediası tərəfindən belə məlumatlar yayılırdı ki, ildırım sürətli müharibə taktikası olacaq. Nə bilim, tez bir zamanda Ukrayna diz çökəcək, amma faktik olaraq bu günə qədər Ukrayna öz torpaqlarının hər bir qarışının müdafiəsi uğrunda öz mübarizəsini aparır və burada da bilirsiniz, məqam odur ki, faktiki beynəlxalq hüquq tapdalanır. Biz bunun acısını biz də çəkmişik. 30 il ərzində torpaqlarımız işğal altında olubdur, beynəlxalq hüquq tapdalanıbdır, amma təəssüflər olsun ki, beynəlxalq hüququ təmin etməli olan qlobal siyasi və hüquqi təşkilatlar Azərbaycana qarşı həyata keçirilən bu ədalətsizliyə qarşı bir vahid mövqe ortaya qoya bilməmişdilər. Və bugünkü günü də biz görürük ki, Ukraynanın ərazi bütövlüyünü dəstəkləməklə bağlı ki, ortada vahid mövqelər var, amma vəziyyəti təmin edə bilmirlər. Rusiyanın danışıqlar masasına gətirə bilmirlər və Rusiya gəlir, sonra yeni tələblər irəli sürür və faktiki olaraq o döyüş əməliyyatları davam edir. Pokrovsk ətrafında da bu vəziyyət davam edir, amma bugün Pokrovskda da digər Ukrayna ərazilərində olduğu kimi Ukrayna əsgərləri, Ukrayna ordusu torpaqlarının hər bir qarışı üçün son damla qanına qədər mübarizə aparır.